Şeyx Təbərsi özünün Məcmuəl Bəyan əsərində İbn Abbasın belə söylədiyini nəql etmişdir. Məryəm 9 yaşına yetişdikdə gündüzlər oruç tutar, gecələr namaz qılar, hər şeyi buraxıb Allaha tərəf yönələrdi. Hətta dini bilik sahiblərini belə üstələyərdi. İslam dini xanım Məryəmin dünyaya gəlişi və həyat tərzi ilə yanaşı onun fəzilət, məqam və kəramətləri haqqında da söhbət açmışdır. Belə ki, Zəkəriyyə Peyğəmbər hər dəfə onun yanına gəldikdə qış vaxtı yay meyvəsi və yay vaxtı da qış meyvəsi görər və bunun ona haradan gəldiyini soruşardı. O da Allah tərəfindəndir, deyə cavab verərdi. Buna Allahın kəlamı belə işarə edir. Bismillahirrahmanirrahim. كلما دخل عليها زكريا المحراب وجد عندها رزقا قال يا مريم أنى لك هذا قالت هو من عند الله إن الله يرزق من يشاء بغير حساب. Xanım Məryəm mühəddəsə idi, yəni mələkləri görmədən onların səsini eşidərdi. Belə ki, o mələklərlə söhbət edərdi. Buna da Allahın kəlamı belə işarə edir. Bismillahirrahmanirrahim. وإذ قالت الملائكة يا مريم إن الله اصطفاك وطهرك واصطفاك على نساء العالمين. Qurani Kərim xanım Məryəmin özünü öz iffət və paklığı ilə qoruduğunu bir çox yerdə qeyd etmişdir. Belə ki, Quranda bir neçə yerdə belə gəlmişdir. Bismillahirrahmanirrahim. ومريم ابنة عمران التي أحصنت فرجها فنفخنا فيه من روحنا. Beləliklə də Allah Taala həmin o əzəmətli qadını seçdi ki, onun vasitəsilə nadir ilahi bir möcüzə baş versin. Allahın əzəmətli peyğəmbərlərindən birinin anası olsun. Bəşəriyyət tarixini dəyişənlərdən və ona təsir edənlərdən biri olsun.